A seriyasında ən bəyəndiyim futbolçulardan biridir. Kandreva cinah ötürmələrinin ustası, cinah ötürmələri edən futbolçu və indi o hesabı açır. Inter 36-cı dəqiqədə Milan derbisində hesabda önə çıxır. Kandreva kürəyinə sanki banka qoyub. Elə bir təəssürat yarandı. Sarı vərəqəni də görəcək. Olmaz. Qaydalara ziddir köynəyi çıxartmaq. Adətən mən kimi tərifləyirəmsə yaxşı oynamır. 6-cı qoludur yeri gəlmişkən Kandrevanın bu. Müdafiəçilərin ani çaşqınlığından istifadə etdi. Donnarummanın da səhvi var desəm yanılmaram. Oyundan kənar vəziyyət yoxdur dedi hakim. Davam dedi. Deşilyo buraxdı Kandrevanı. Kandreva, Donnarumma və Deşilyo ilə mübarizədə topu çərçivəyə göndərə bildi. Hesab açılır Milan derbisində. Milanın cavabı nə olacaq? Golun təkrarını fərqli rakslardan izlədik. Kandreva sarı vərəqədə gördü. Bəlli məsələdir sarı vərəqə gördüyü. Inter'in Asiyalı azarkeşləri. Onlar arasında artıq öz rəqabətləri başlayır. Və başladılar. Göy, qara, mavi qara sektorlar. Stefano Pioli.